Hər kəsə salam. Mən sizə İlqarə. Kanalıma xoş gəlibsiniz. Abunə olmağı unutmayın. Bu günləri həkimə gedirik. Onun üçün hazırlaşdım. Kravatımı raxladım. Sonra kuklalarımı düzdüm. Kravatın üzərinə. Sonra isə paltarlarımı göstərəm sizə. Boz rəngdə cins şalvar geyindim. Və köynək olaraq da dovşanlı bir köynək geyinməyə qərarını aldım. Burada kombinimi göstərirəm sizlərə, özümü göstərməmək şərti ilə. Sonra qolbaq taxdım, belə gümüş ulduzlu. Bu çox qəşəng qolbaqdır. Üzərindəki ulduzlar, detalları falan göstərirəm. Zınqırovludur, səs çıxır belə sallayanda. Sadəcə burada səs düşmür. Sonra qızıl rəngdə sırğam var idi, onu taxdım. Burada da ki, saçımı darayıram. Broşka vuracam saçıma. Və üzümə falan krem falan vuracam. Orasını çəkə bilmədim. Burada isə üzümü göstərməmək istəyirəm. Saçım bu arada qısadır. Tam düşməyib saçım. Burada gedirik. Tələsdiyimizə görə tam hər yerini çəkə bilmədim. Axı ki, həkimlərdən keçdik, sonra evə qayıtdım. Orada da tam şəkillər çəkə bilmirdim. Evə gəldim. Əşyalarımı çıxartdım, açqımı çıxartdım ilk öncə. Ondan sonra qolbağımı çıxartdım. Qolbağımı hətta burada da göstərirəm. Sanki bayaqlar göstərməmişdim kimi. Ondan sonra qara rəngdə rezin taxmışdım qoluma ki, saçımı yığmaq istəsəm əgər deyə əlavə olaraq götürmüşdüm. Ondan sonra saçımdakı broşkanı çıxardıram və belə. Bye.